Son zamanlar sürü halında gəzirlər. O da ki, qanunda deyirlər yoxdur, onu öldürmək, vurmaq. Kürdəmirdə canavarlar növbəti dəfə qoyunçuluq təsərrüfatına hücum ediblər. Hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib. Belə ki, yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum edərək 15 baş xırdaboynuzlu heyvanı tələf ediblər. Təsərrüfat sahibinin sözlərinə görə canavarların hücumu son vaxtlar daha da artıb və onlar sürü şəklində hərəkət edirlər və bu dəfəki hücumda ona ümumilikdə 4000 manata yaxın maddi ziyan dəyib. Gördüm itirir, çıxdı. Saat 5-də gəldim ferma tərəfə, qoyun tərəfə gördüm. İçəridə nəsə gördüm, gəldim. Gördüm 3 qoyunun bir öldürüb, 3-ünü yaralayıb. Cəmi hadisə bir 13-15 qoyun da yaralanıb. Ölüb. Bu indi ki payız vaxtları canavarın bol vaxtı olur, ac vaxtı olur. Həmişə hücum çəkir. Öhdəsində gəlmək olmur. Əvvəllər də hücum olur. Əvvəllər də çox hücum olur. Belə olur sürü ilə. Sürü deyəndə 3-ü, 5-i, 6-sı bir yerdə görkür. Bunun öhdəsindən də gəlmək olmur. Elə adam var gəlir, eləsi var gələ bilmir. Bütlər də ki, onun ikisinə, üçünə cavab verir. 5-6-sı bir yerdə olanda it ona cavab verə bilmir. O da ki, qanunda deyirlər yoxdur, onu öldürmək, vurmaq. Ona görə də bizə kömək lazımdır, köməklik eləmək lazımdır. Yəni də hansı ən azından ərazidən uzaqlaşdırmağa görə kömək lazımdır. Ya hansı bir nə bilim idarə deyilmi, hansı bir təşkilat deyilmi, belə kömək eləsə lap yaxşı olar. Qeyd edək ki, analoji hadisə 2 gün öncə Çöl Qobalı kəndində də qeyd alınmışdı. Orada isə canavarlar fermerin 16 baş xırdaboynuzlu heyvanı tələf edərək ona ümumilikdə 10.000 manata yaxın maddi ziyan vurmuşdular. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Denaz TV üçün.